Bugünkü dərsimizin mövzusu Microsoft Word 2007 proqramında formatın sürətinin çıxardılması olacaq. Bu mövzu ilə artıq biz Word-ün 2003-cü ilin versiyasında tanışıq. Word proqramının 2007-ci ilin versiyasında da bu əməliyyatı yerinə yetirmək üçün müəyyən prosedur ardıcıllıqları həyata keçirmək lazımdır. İlk növbədə bu mövzunun əhəmiyyətinə toxunaq. Bəzən biz şrift və abzaslar üçün müəyyən edilmiş formatlaşdırma parametrlərini təkrar etməyə məcbur oluruq. Hər dəfə mətni qeyd etmək və bütün formatlaşdırma prosesini təkrar etmək əvəzinə formatın sürətini çıxartmaq olar. Bunun üçün formatın sürəti çıxarılacaq söz və ya abzaslı qeyd etməli. Bizim nümunəmizdə bu sərt disk mətni olacaq. Daha sonra Qlavnaya lentindən format po obrazcu, yəni nümunəyə görə format düyməsi üzərində sol düyməni bir dəfə sıxın və mausun göstəricisindən necə dəyişdiyinə diqqət edin. Yəni, mausun göstəricisi artıq müəyyən fırça bərkidilib. Əgər biz bu göstəricini müəyyən mətn boyu hərəkət etdirsək və buraxsaq, bu zaman sərt disk mətnə tətbiq olunmuş formatlaşdırma əməliyyatı növbəti mətnə tətbiq olunacaq. Sağ olun.